Türkiyə iyulun 7-sində və 8-də Ankara'da keçiriləcək 36-cı NATO zirvə toplantısına hazırlaşır. Birləşmiş Ştatlar prezidenti Donald Trump daxil olmaqla bütün üzv ölkələrin liderlərinin iştirakı artıq təsdiqlənib. Təhlükəsizlik tədbirləri və digər hazırlıqlarla bağlı ətraflı məlumatı xüsusi müxbirimiz Yalçın Tahiroğlu'ndan öyrənəcəyik. Birləşmiş Ştatların prezidenti Donald Trump'ın Ankara'dakı zirvə toplantısında iştirakının Amerikan mənbələri tərəfindən rəsmi şəkildə təsdiq edilməsindən sonra zirvənin iştirakçılarının tərkibi ilə bağlı demək olar ki, hər hansı problem qalmayıb. Digər tərəfdən təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıqlar tam sürətlə davam edir. Ümumilikdə zirvə günlərində 40 minə yaxın polis əməkdaşı və asayiş keşikçisi təhlükəsizliyin təmin edilməsinə cəlb ediləcək. Ankaranın 9 bölgəsi qırmızı zona elan ediləcək. Həmin bölgələrdə yerləşən dövlət qurumlarının əməkdaşları işə çıxmayacaq və fəaliyyətlərini onlayn rejimdə davam etdirəcəklər. Digər tərəfdən yüksək qonaqların qəbul edilməsi üçün Etimeskut hərbi hava limanı modernləşdirilərək müasir standartlara cavab verən hava limanına çevrilib. Həmin hava limanının gələn həftə açılış mərasimi nəzərdə tutulub.